Quranda 114 surə olduğu hər birimizə məlumdur. Bu 114 surə arasında surənin birinin yeri elə bir yerə qoyulub ki, olduğu yerdən çox şey anlaya bilərik. Amma bu mövzuya keçməmişdən qabaq bəzi məlumatlardan xəbərimiz olmalıdır. Üzərində yeridiyimiz yer səthi ta nüvəyə kimi fərqli təbəqələrdən ibarətdir. Yəni nə demək istəyirəm? Yerin altına doğru sürətlə getsək, litosfer, astronosfer, mantiya deyərkən gəlib tam yerin mərkəzində yumru bir kürəyə, yəni nüvəyə çatacaq. Həmin bu nüvənin 85-90% dəmirdən təşkil olunur. Qısaca yaşadığımız planetin tam mərkəzi demək olar dəmirdən ibarətdir. Bəs bu məlumatları niyə verdim və bunun Quranla nə əlaqəsi var? İlk başda dediyimiz kimi, Quranda 114 surə var. Fatihədən başlayır, Nəslə bitir. Baxanda görürük ki, necə ki dedik, dünyanın tam mərkəzi, nüvəsi dəmirdən ibarətdir. Eynən bunun kimi Quranda da 114 surənin tam mərkəzində, ortasında 57-ci surə Əl-Hədid, yəni dəmir surəsi dayanır. Quranın surələrinin sırasını yer üzü kimi düşünün. Üst-üstə qoyanda ikisində də dəmir tam ortada qalır. Ümumiyyətlə bir insan Qurana səmimi, önyarğısız bir şəkildə baxsa, hələ ki bu məlumatları öyrəndən sonra bütün bunların təsadüf ola biləcəyinə zərrə miqdar şübhəsi qalmaz. Baxanda Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm dünyanın mərkəzinin, yəni nüvənin dəmirdən ibarət olduğunun məlumatını əldə etmək üçün ya gərək yeri qazaraq nüvəyə kimi ensin, ya da nüvənin hansı elementdən ibarət olduğunu tədqiq etmək üçün əlində müasir cihazlar olsun. Hələ ki bunu 14 əsr qabaq eləyər. Buradan da anlamaq olur ki, Quran bəşər kitabı yox, birbaşa Allah kəlamıdır.